və qadınların, həmçinin evladların insanın gözünə xoş olanı var. Hansı ki, Peyğəmbər sallallahu əleyhi və səlləm nə dedi? Təsurruhu idə nəzar. Kişini sevindirir, kişi o qadına baxanda. Hər qadına baxanda kişi, yəni ailəsindən gedir söhbət. Həyat yoldaşından. Baxan hər qadına baxanda, yəni hər kişi qadına baxanda onunla sevinir, gözü, qəlbi fərəhlənir. Xeyr, fərəhlənmir. Ona görə möminə qadınlara yaraşan odur ki, elə olsun ki, həm Allahın ayəsinin altına düşsün, həm də yoldaşı ona baxanda sevinsin. Allah Teala buyurur ki, Quran-ı Kərimdə "Vəllezîne yəqûlûne Rabbena həb lenə min əzvacina və zurriyyətina qurrata a'yunin və cealna lilmuttaqina imama." Onlar deyərlər: "Ey Rəbbimiz, bizə gözümüzün nuru olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et." Alimlər deyirlər ki, hər qadın kişinin gözünün nuru deyil. Onun gözünün sevinci deyil, onun qəlbinin sevinci deyil, həmçinin evlad. Hansı qadın kişinin qəlbinin sevincidir, gözünün sevincidir? Necə alimlər deyir? Şeyx Muhammed ibn Salih Əl-Üseymin rahimehullah Riyadus Salihində buyurur ki: "İzə vuffiqal insan limra'atin salihah." Əgər bir insana salih qadın verilibsə, fi dinihə, dinində salih, islah olunmuş bir qadın, və aqlihə, ağlında islah olunmuş qadın, ağlı sağlam olan bir qadın, fəhədə xayru məta'id dünya. Bu qadın keçici olan dünyanın ən xeyirli keçici neymətidir. Qadın salih olanda kişi ona baxanda sevinir. Namazını görür, orucunu görür, əmr eləyəndə itaətini görür, gizlində, aşkarda Allahdan qorxduğunu görür və onu sevindirir. Hər bir qadın özünə baxmalıdır vallahi. Belə salih qadındırmı yoxsa yox? Allahın bu ayəsinin altına düşür, yoldaşı ona baxanda sevinir, yoldaşının gözünün nuru olur yoxsa yox? Hər bir qadın baxmalıdır ki, bu salih qadının vəsfinin özündə daşıyır yoxsa yox?